Hər kəs salam dostlar, mən Rəşad. Hal-hazırda Bali, İndoneziyadayam və bu videoda sizə Balidə bir günüm necə keçir onu göstərəcəm. Hal-hazırda səhər saatlardır, səhər saat 8-dir. Təxmini 1 saat olar oyanmışam və Balidə çox gözəl bir hava var. Son dəfə Barselonadaydım. Barselonada belə bir video hazırlamışdım. Eyni bu qaydada bir günümü göstərdim. Onu da izləməmişsinizsə girib izləyə bilərsiniz. Ondan sonra nə oldu ki, mən Barselonadan gəldim Baliyə. Mən bildiyiniz kimi hal-hazırda həmçinin Barselonada universitet oxuyuram və son 2 dənə dərsim qalmışdı və son 2 dənə dərsi mən uzaqdan da oxuya bilirdim. Ona görə fikirləşdim ki, durum gəlim Baliyə. Burada atmosfer çox daha yaxşıdır və işlərimə fokus ola bilirəm. Birazdan sizə ətraf mühiti göstərəcəm, amma onu eləmədən əvvəl bir dənə özümə kofe hazırlamaq istəyirəm. İndi həmçinin sizə Balidə qaldığım evi göstərəcəm. Mayın 15-nə qədər Balidə olacam. Yəni düz 3 ay, 15 günlük gəlmişəm Baliyə. Kofe də hazırlandı. Dostumla gəlmişəm bura. Deməli, Barselonadan mən getdim Dohaya. Dohadan da gəldim bura. Uçuş hardasa Dohadan bura 8-9 saat idi. Deyəsən 9 saat yarım idi deyəsən. Barselona Dohada bir 5 saat idi. Yəni ümumi olaraq gözləmələrlə bir yerdə 15-16 saat uçuş oldu. Dostum da Dubaydan gəldi Dohaya. Dohada görüşdük. İlk başda Baliyə düşdüm və Balidən hava limanından evə gələnə kimi çox tıxac var idi. Deyirdim ki, çox tıxac bir səs-küy var, amma hal-hazırda Ubud adlı bir yerdəyəm. Ubud buranın tam ortasında yerləşir və Ubud çox sakitçilikdir burada. Çox sakit bir yerdə. Ağaclar var. Son dəfə yadınıza gəlirsə Barselona videosunda mən villa axtardım qalmağa Barselonada. Barselona ətrafında villalara baxırdıq. Sonradan elə həmin vaxtda mənim dostum dedi ki, Balidə də villalar var, gəlib orada da qalmaq olar. Sonradan baxdım ki, buranın villa dizaynı daha əladır. Həmçinin hal-hazırda Barselonada 10 dərəcədir, 15 dərəcədir, soyuqdur. Balidə isə bu dəqiqə 32 dərəcə temperatur var, çox istidir. Və mən Balidə nə edirəm? Yəni, bütün günü evdə oluram burada. Proyektlərim üzərində işləyirəm, fərqli-fərqli digər işlərim var, fərqli-fərqli maraqlı proyektlər, onların üzərində işləyirəm. Amma gəlin istəyirsiniz, qısaca sizə evin turunu göstərim. Son dəfə yadınıza gəlirsə Barselonada tam olaraq bir villaya kösə bilməmişdim, elektriklər kəsilmişdi. İndi üzərindən görün nə qədər uzaqdayam. Bura Barselonadan bir 10.000 kilometr uzaqda yerləşir. Çox uzaq bir yerdir. Avstraliyanın yanıdır bura. Hədsiz uzaqda bir yerdir. Ona görə evin dizaynı da çox fərqlidir. Normalda Avropada belə dizayn evləri yoxdur. Gəlin sizə ilk çıxışdan göstərim. Şöyle qapı bağlıdır, qapını açarım, götürüm. Dünən daha gözəl idi mənzərə, gecə vaxtı. Dünən gecə yağış yağırdı, tufan idi və mənzərə o qədər gözəl idi çöldə. Belə çox qəribə bir hissiyat verirdi də ev. Deməli, ən çöldən göstərəcəm sizə. Açarı çıxarım. Birbaşa sizə ev turu eləyirəm Balidə. Çünki buranı da oradan çox bəyəndim. Yəni, tam belə mənə uyğun bir evdir. Tam istədiyim kimi bir evdir. Yəni, bundan məncə daha yaxşısı ola bilməzdi. Həm yeri çox idealdır, həm evin özü çox gözəldir. Girişi belədir. Belə bir qapı sizi qarşılayır. Qapıdan sonra gəlirsiniz, belə burada aksesuarlar var. Burada balaca bir depo var. Burada yaşıllıqlardır. Burada mənim motosiklet üçün kaskamda onu da göstərəcəm sizə motosikleti. Ondan sonra ikinci qapıdır bu, evin əsas qapısı. Çox fərah bir dizaynı var. Balidəki villaları mən doğrudan çox bəyəndim. Evin girişi belədir. Bura qonaq otağıdır. Qonaq otağını əsas olaraq mən istifadə edirəm. Burada mənim əşyalarımdır. Buranı mən çalışma masası kimi eləmişəm. Dostum da arada mənə qoşulur. Burada proyektlərimizin üzərində işləyirik. Yəni, bura, necə deyərlər, bir lock-in evidir. Yəni, sadəcə fokus olmaq üçün bir evdir. Ondan sonra burada bir yataq otağı var. Burada bir yataq otağı var. Bu yataq otaqlarını ofis kimi istifadə edirik və buranı hər gündə təmizləyirlər. O da ayrı bir mövzudur. Ondan da danışacağım. Burada mənim kameram var. Bura mənim əsas olaraq ofisim kimidir. Yəni, hər şeyimi mən burada idarə edirəm. Çox bir əşyaya da ehtiyacım yoxdur. Kameramdır. Burada bir kompüterimdir, orada bir kompüterimdir. 2 dənə kompüterim orada var. Telefonlarımdır. Dəftərimdir, kitabımdır, belə, yəni əsas bunlardır. Buranın belə şəxsi bir həyəti var. Gəlin sizə həyətimizi göstərim. Bu bizim şəxsi bir həyətimizdir. Belə bir havuzu var. Hava çox gözəldir, çox istidir.
Bura rice fielddir, düyü plantasiyaları var. Hər yerdə yəni belə yaşıllığı görmək olur. Həyət çox gözəldir. Burada ikinci mərtəbədə bu mənim yataq otağımda, oranı da göstərəcəm. Belə bir həyəti var. Burada da oturub arada işləyirəm. Dünən çox külək var idi, burada əşyalar biraz dağılıb yerə. İndi sizə ikinci mərtəbəni göstərəcəm. Burada bütün yataq otaqlarına yəni çöldən girişli olur. Bu iki dənə yataq otağını ofis kimi istifadə edirik. Yəni burada çox vaxt qalmırıq. Düzdür, fikirləşə bilərsiniz ki, yəni 2 nəfər üçün ev çox böyükdür. Amma onu da deyim ki, sizə burada biz 2 yataq otaqlı ev tutsaq, bunun salonu bu qədər böyük olmur. Fərqli-fərqli evlərə baxdıq ki, hansı daha maraqlıdır, hansı daha yaxşı dizayndadır, yeri və s. Yəni, bura çox daha uyğun idi bizim üçün. Həmçinin bəzən olur ki, kimsə qonaq gələndə gəlib qala bilir. Yəni, o qədər balaca bir evdə qalmaqdansa belə böyük ev daha rahatdır. Bura isə evin ikinci mərtəbəsidir. İkinci mərtəbədə də bir dənə mətbəx var. Burada belə bir mətbəx var. Burada ikinci qonaq otağı var. Mən gələndən burada çox oturmamışam. Dostum çox vaxt kinoya baxır belə. Yəni, mən 1-2 dəfə kofe içmişəm burada oturub. Burada mənim dostumun otağı var. Bura isə mənim otağımdır. Mənim qaldığım otaq. Onsuz bütün otaqların dizaynı eynidir. Belə bir otaqdır. Mən ən çox televizora burada baxıram. Mənim televizorum budur. Televizorda mənim maksimum baxdığım, arada belə yağış səsləri qoyuram yatanda, xoşum gəlir. Ağaclar, yaşıllıqlar o qədər gözəldir. Mən bura gələndən sizə deyim ki, yəni Barselonada biraz qalandan sonra əsas da tək idim. Burada ən azından dostum var, amma ümumi olaraq onsuz burada da tək kimiyəm. Çünki dostum da bütün gün işləyir, mən də işləyirəm. Yəni bir çox belə, sadəcə bilirəm ki, buradadır. Yəni belə çox vaxt keçirmirik, amma əsas olaraq bilirsən ki, evin içində kimsə var. Bir insanla yaşayırsan, yəni tam tək deyilsən. Artıq mən Avropada 5 ilə yaxındır yaşayıram. Yəni son dəfə Barselonada olanda Avropada biraz xidmət sahəsi çox aşağıdır. Yəni hər şeyi özünüz görürsünüz deyə. Biraz son vaxtlar doğrudan sıxılmışdım. Yəni yorğun kimi hiss edirdim özümü ki, çox yorulmuşam. Çünki işlərimə fokus oluram. Paraleldə eləməli olduğum çox bir şey var. Yəni tam fokus ola bilmirəm. Belə fikirləşirəm ki, günümü tam produktiv keçirə bilmirəm. Çünki məndən asılı olmayan çox belə xırda-xırda problemlər çıxır. Məsələn, maşınla bir yerə getmək istəyirsiniz. Parking tap, parkingdə maşını saxla və s. Əsasda böyük proyektləriniz varsa, yəni sizə hər saat belə çox önəmlidir. Ona görə məsələn burada parking problemi yoxdur. Və soruşa bilərsiniz ki, maşına nə oldu? Maşını da Barselonada qoymuşam elə, parkingdədir. Avropada mən uzun müddətli yaşamağı çox xoşlayıram, amma qış vaxtları yaşamaq biraz çətin olur Avropada. Əsas da mən yəni bütün Avropada qışları keçirmişəm, amma soyuq olur. Yəni, o qədər soyuğu artıq bəyənmirəm. Ona görə belə bir fürsətiniz varsa ki, siz Balidən gəlib işləyə bilərsiniz və yaxud başqa Asiya ölkələrindən isti yerlərdə yaşaya bilərsiniz qış vaxtı. Məncə çox gözəldir. Yəni, mən burada son 15 gündə olan produktivliyim, bəlkə də Avropadakı 3 aylıq produktivliyim kimi idi. Çox yaxşıdır, kofemiz də soyudur. Yaman çox danışdım. Çünki Avropadan yüngülvari sıxılmışdım deyə çox belə ürəyimdə sözlər qalıb ki, danışım biraz İndoneziya ilə bağlı. İndoneziya gözəl yerdir, çox bəyəndim. İndi yavaş-yavaş mən əşyalarımı yığım. Buradan gedəcəyik İndoneziyada maraqlı yerlərə sizə skuterimi göstərəcəm. Motosiklet deyək, skuter deyək. Çox bəsit bir skuterdir, çox maraqlıdır. Yəni maşından sonra biraz da skuterlə gəzək. Deməli, bir də özünüzə belə bir çanta ala bilərsiniz. Mən bu çantanı çox bəyənirəm. Mənim əsas xırda bütün əşyalarımı bunun içinə yığıram. Çox faydalı bir çantadır. Yəni kaş əvvəllər də istifadə edərdim. Bunu mən təxmini 1 il yarımdır istifadə edirəm. Yəni həmişə belə bir çantanızın olmağı önəmlidir. İçində xırda əşyalarınız, lazımlı əşyalar hamısını qoya bilərsiniz. İndi dostumu gözləyirəm, gəlsin. Bir də burada evlərdə menyu var və bu menyuda sən istədiyin xidməti evinə çağıra bilirsən. Məsələn, bərbər çağıra bilirsən, şef çağıra bilirsən. Həm ağlıma nə gələ bilir, istəyirsən lap evə security çağır, elə belə gəlsin evin ortasında, bağban çağır. Elə bil, yəni oyundasan, bir oyun serverindəsən, nə istəyirsən sifariş eləyə bilirsən, gəlir. Bir də mən səhər saatlarında bacardığım qədər sosial şəbəkədən istifadə eləmirəm. Yəni, çünki siz ilk iş oyandınız, birbaşa sosial şəbəkəyə girirsinizsə, oradan artıq bütün o insanların sizə yazdığı mesajları görürsünüzsə, like'ları görürsünüzsə, bu sizə istər-istəməz təsir eləyir. Yəni, belə bir illüziya yaradır ki, sanki bugün böyük bir şey bacarmısınız, like gəlib, rəy gəlib. Əslində, onları sadəcə
normal bir günün parçası kimi görmək lazım. Yəni səhər oyandım, tez baxım ki, görüm nə qədər like almışam və s. Bunu eləsəniz beyninizi bir müddətdən sonra pozacaqsınız. Yəni səhər oyanan kimi onu görməsəniz, o dopamin hissi gəlməsə gününüzə rahat başlaya bilməyəcəksiniz. Mən yəni səhərlər bacardığım qədər sosial şəbəkəyə girmirəm. Ən azından saat 1-ə 2-yə qədər girmirəm. Biraz gün stabilləşsin, ondan sonra girirəm. Yəni bəzən olur, məcbur girməli oluram, amma bacardığım qədər siz də belə eləsəniz, ən azından oyandığınız bir 2 saat telefonla məşğul olmasanız, girməsəniz proqramlara, məncə çox yaxşı olar. Bunu bir yoxlayın. Və artıq beyniniz biləndə ki, siz səhər oyananda telefondan istifadə eləməyəcəksiniz, yeni ideyalar gəlir insanın ağlına, yeni fikirlər gəlir. Və bu fikirlər doğrudan da çox dəyərlidir. Yəni normalda gəlmir. Səhər oyananda əslində o səhərin başlanğıcın, ilk saatlarını dəyərli keçirmək lazımdır. Bəlkə beyniniz sizə nəsə demək istəyir. Duran kimi tez telefona baxdınız, belə heç yaxşı olmur. Ən azından üzərindən keçsin bir 3-4 saat, 2 saat heç olmasa, ondan sonra baxın, beyninizə biraz vaxt verin. Yəni birdən-birə beyninizi yükləməyin. Bundan 100 il əvvəli fikirləşin, 50 il əvvəli fikirləşin, çox getməyək. Yəni düşünün ki, ümumi olaraq internet yoxdur, sosial şəbəkələr yoxdur və siz səhər yuxudan oyanmışsınız. Birdən otağınıza 200-300 nəfər girir, siz yuxudan oyanan kimi. Hərəsi sizin haqqınızda bir komment bildirir. Bu insanda belə bir illüziya yaradır ki, mənim həyatım çox yaxşıdır, bəs like gəlir və s. Əslində o sosial şəbəkədə olan hadisələr sosial şəbəkədə qalmalıdır. Yəni sizin real həyatınızdan çox belə inteqrasiya olmamalıdır. Yəni elə insanlar görmüşəm, tanımışam ki, həyatı sosial şəbəkə olub. Yəni 2 dəqiqədən bir telefonu açır, like'lara baxır, rəylərə baxır ki, nə gəldi, nə gəldi, nə gəldi. Yəni insan sadəcə onunla yaşayır ki, görək mənə bugün nə yazıblar. Onu yazmasalar qəribə bir həyat yaşayacaq. Bu məncə bəzilərinizdə var. İnsanların nə dediyinə görə yaşamaq. Ona görə fikirləşdim ki, bunu da sizə deyim. Dostum da gəldi idmandan. Niyə bu vaxt idmana getmirsən, səhərin gözü açılmamış? Axşam tez yatmışdım. Özüm bilirsən, disiplinli olmaq lazımdır. Səhər 8-də durdum, ondan sonra idmanca. Bizim biraz rejimlərimiz fərqlidir. Ələsgər biraz fərqli cür oyanır. Səhərin İşlərimiz biraz fərqlidir. İşlər fərqlidir. Bəzən tez oyanır, bəzən gec oyanır. Ona görə yəni bir idmana da gedə bilmirik. Hələ ki Balidə çox gəzməmişik. Yəni 15 gündür burdayıq. 15 gündür. Çox gəzməmişik. Əsas hətta gələndə biz 2 dənə motosikletimiz var idi. İndi göstərim. Bu yəni çox bəsit bir motosikletdir. Çox belə maraqlı bir şey də deyil. Əsas odur gedir, qəşəngdir, mən bəyəndim. Normalda 2 dənə idi, 2 dənə götürmüşdük. Sonradan baxdıq ki, bunu heç sürmürük, çünki evdən çölə çıxmırıq. Yeməyi də evə sifariş veririk onsuz, dedik gərək yoxdur. Hə, yəni hətta birini belə sürmürük. İndi bugün sadəcə biraz uzaqlara gedək, maraqlı yerlərə gedək video üçün. Hara gedə bilərik? Aşağılarda dəniz kənarı var, girən bəlkə oraya gedək. Surf zat da var. Gedək. Bax, sən indi Dubaydan gəlmişsən, düzdür? Dubayda da hardasa hava məncə bu dərəcələrdə olardı. Eyni bir şeydir. Yəni ən azından bu havadır da, günəşli havadır. Barselona bu qədər günəşli deyil idi. Günəşli idi, amma çox isti deyil idi. Bura yüngülvari Dubaya oxşuyur da bu hissələri. İndi tam Dubaya oxşamır Bali, amma bu hissələri bizim imenli qapının qabağı. Hava desək, hava oxşuyur. Hava oxşuyur, qalan ətraf mühit oxşamır, düzdür, hava oxşuyur. Çox fərqlidir Dubaydan. Bəs Dubaydan nə kimi fərqlərini görsən buranın? Buraya gəlməkdən məqsəd, yəni tətil ola bilər, ondan sonra hər hansı bir proyektiniz ola bilər. Gələrsiniz bura, belə bir villa tutarsınız, ancaq evdən işləyə bilərsiniz. Xoruzun səsini eşitdin. Görürsən. Qəbələt də. Bura elə bil doğrudan elə Qəbələ kimi bir yerdir. Bu evə elə öyrəşmişəm ki, elə bilirəm ki, yəni həmişə burada qalmışam. Çox qəribə tez öyrəşdim. Nəsə? Estoniya gedəndə o vaxt belə tez öyrəşməmişdim. Estoniyada belə tez öyrəşməmişdim yəni. Estoniyada 1 il çəkmişdi. Estoniyada hə, çünki onda 2 dəfə xaricdə yaşamağa öyrəşirdik. Artıq öyrəşmişik, çox rahat olur. Gedək yavaş-yavaş. Bir də burada evlərə, səhərlər belə bir, bunun adını dəqiq olaraq bilmirəm, qab kimi bir şey gətirirlər. Bu nə üçündür? İçində bəzi otlar var, bəzilər bura şirniyyat qoyur, bəzilər pul qoyur. Bu bir növ elə bir bərəkət gətirsin deyə Balilərin elədiyi bir şeydir, Balilərin elədiyi bir şeydir, bərəkət gətirsin deyə. Hər evdə, hətta maşınlarının üstünə, motosikletlərinin üstünə gündə 5-6 dəfə, indi bilmirəm də, hər dəfə görürəm ki, yəni təzədən gətirirlər, hər yerdə belədir. Belə bir bəsit skuterimiz var. A nöqtəsindən B nöqtəsinə getmək üçün çox idealdır məncə. Məncə hə, elədir və onu da deyim ki, o qədər də yavaş deyil. Yəni çox sürətli getmək də olur. Onsuz burada yollar elədir ki, sürətli sürmək də olmur. Yetərlidir. Əgər məsafəniz qısadırsa çox yetərlidir. Biz onsuz yəni bu evdən ən uzaq idmana gedirik. İdmandan da ki, uzaq restorana gedirik. Hamısı 5-6 dəqiqə uzaqlıqdadır. Yəni heç Məncə bir 30-40 dəqiqə sürülməz bu, amma 5-10 dəqiqəlik məsafələr üçün çox idealdır. 5-10 dəqiqəlik məsafələr üçün əladır. Yəni mərkəzdə qalırsınızsa çox yetərlidir. Gedək yavaş-yavaş.
Bunun da öz yeri var da məncə. İstidə sürmək olar. Tam Bali adası üçün uyğun bir skuterdir. Mən buna çox öyrətmişəm. Getdik, otur gedək. Deməli, dünənki videomuzun üzərindən bir gün keçdi. Dünən güya ki gedəcəkdik gəzməyə. Yağış başladı. Ubud elədir ki, yəni Ubudun hər yerində yağış yağır. Yenə yağış yağmağa başladı. Dünən dedik ki, gəlib gəzəcəyik güya. Oturduq evdə işlərimizi gördük əsasən. Çox çıxmadıq çölə. Və sizə deyim, həqiqi yəni belə güclü yağış yağır. Görsən, kamerada yoxsa yox, belə eləsəm. Yağış yağır, dünən ona görə gedə bilmədik. Gəzməyə planlayırdıq, uzaq hissəyə. İndi mən dünən ona görə gəzə bilmədik. Gəzməyə planlayırdıq Balinin uzaq hissələri. Ümumiyyətlə, Bali bir adadır. İndi sizə onu göstərəcəm ki, buranın hansı əraziləri var. Elə bir adadır ki, yəni adanın hər yerinin fərqli bir mövzusu var. Yəni hər yerində əsasən insanların məşğuliyyəti fərqlidir. Biz hal-hazırda adanın tam ortasındayıq. Yenilik olaraq belə bir şey göstərim ki, dünən bir dənə motosikletimiz var idi. Hal-hazırda 2 dənə motosikletimiz var. Dünən test elədik, gördük ki, yəni alınmır 2 nəfər sürmək çox çətin olur. Əsasında uzun yolu, biraz maraqsız olur. Dedik ki, 2 dənə götürək ki, maraqlı belə. Sürətini yavaşladır. Sürəti yavaşlayır, sonra balans eləmək olmur, çox çətin. Belə problemli deyil idi açıq, qısa məsafə üçün, amma uzaq məsafə üçün, məsələn 1 saat sürürsünüzsə, çətin olur sürmək. Həyatımızı riskə atmayaq, ikincisini götürək. İndi yağış yağır, gedək yoxsa getməyək, bilmirəm. Arada qalmışıq. Arada qalmışıq. Burada da yağış yağanda birdən-birə leysan kimi yağır. Hal-hazırda yavaş yağırdı. Onu bilmirik ki, yolun ortasında leysana da düşə bilərik. Amma çox maraqlıdır. Hava bu dəqiqə 33-32 dərəcədir. Belə həssiz istidir, yağış da əla olur. Deməli, yüngülvari yağış yağır, amma dediyi problem yoxdur, sürmək olar. Həqiqətən çox maraqlıdır. Yağış olsa da hava çox istidir. İnsana doğrudan çox xoş təsir edir belə. Düzü video çəkə-çəkə sürmək çətindir, nə yalan deyim, bir əlinə sürmək, amma olsun. İndi sizə belə izah edeyim ki, bizim olduğumuz yerin adı Ubuddur. Bura Balinin tam ortasıdır. Və Balidə fərqli belə hissələr var. Hamısının da özünün fərqli əyləncə növləri var. İndi mən əsas olaraq Balidə əyləncəyə yox, əsas olaraq proyektlərimə fokus olmaq üçün gəlmişəm. Yəni demək olar günün bütün hissəsini işləyirəm, amma bugün videoda biraz işdən kənar, biraz maraqlı vaxt keçirəcəyik. Sizə ümumiyyətlə günümü göstərəcəm. Gəlin sizə belə ətraf mühiti göstərim. Burada bir şey də var ki, yol soldandır və bəzən çox xaotik olur yollar, hədsiz tıxac olur. Bir növ sürmək başlarda təhlükəlidir, amma sonradan öyrəşirsiniz, çox asandır, heç bir təhlükə yoxdur. Başlarda biraz çətin gəlir. Çox maraqlıdır bu, həqiqi, yəni bir yerə gedəndə bunu elə fikirləşin ki, əyləncə kimi gəlir adama, artıq öyrəşmədiyim bir şeydir, çox maraqlıdır. Deməli, gəldik, oturduq restoranda. Yağış da kəsdi. Hal-hazırda mart ayı buranın yağışlı vaxtıdır. Yəni arada yağış yağır, arada yağmır, günəş çıxır, amma əsas olaraq temperatur çox istidir. İndi maydan sonra buranın quru sezonu başlayacaq. Maydan sonra yağış yağmayacaq. Bir dənə belə tunalı bir salatdır, yəni tuna bowl. Bir dənə də burger sifariş eləmişik. Burada yeməklər həqiqi çox dadlı olur. Yəni yediyim hər şey çox dadlıdır. Bir də su var. İndi deyəcəksiniz ki, bu adam bu köynəyi niyə geyinib? Restoranın adı budur. Thank you. Have a good day, yeah? Thank you. İndi restorandan çıxdıq. Gedirik burada Monkey Forest adlı bir yer var. Yəni meymun meşəsi. Açığı deyim, yəni heç gedəsi deyil idim ora. Heç mənə maraqlı deyildi meymunları görmək. Sadəcə video üçün məncə maraqlı olar. Sizə görmədiyiniz bir şey göstərim videoda meymunlar. Gedək meymunların yanına, 3 dəqiqə uzaqlıqdadır. Adama deyərlər, sənin nəyvə lazımdır meymun. Hardadır meymunlar? Meymunlar hanı? Səhv yerə gəlmişik. Dönək buradan. Adama deyərlər, bax, sənin nəyvə lazımdır meymun. Gedirsən, özdə pis tərəfi nədir? O meymun səni dişlədirsə, xəstəxanaya getməlisən. Özdə çox aqresiv meymunlardır. Dişlədirsə, getməlisən, vaksini var. Yəni, bütün günün gedir xəstəxanaya da. Gül kimi evimdə oturmuşdum da, mənə lazım idi bu. O qədər sakit ətraf mühit var ki, burada Ubudda. Elə sakitçilikdir, insana çox xoş təsir edir. Yəni, birbaşa təbiətlə iç-içəsiz.
Özdə bu meymunların meşəsinə gedəndə burada meymunları görə bilirsən küçədə. Düz qabağına gəlib çıxırlar bir də görürsən. Bura Ubudun ən əsas mərkəzi küçələrindən biridir. Ən yaxşı restoranlar da buradadır. Sizə deyim ki, buranın ən çox belə gəziləsi küçələrindən biridir. Ən çox insanı da burada görə bilirsiniz. Hey sir. Thank you. Deməli, meymunların meşəsinə gəldik, çıxdıq. Çox qəribə atmosfer var, nə yalan deyim. Bir dənə meymun görməmişəm hələ ki. Görək qabağımıza çıxacaqlarmı? Yəni, o qədər uzağa gəlmişik ki, meymun vardı. Bir dənə fikirləşə bilirsən, Barcelona'da meymun haradaydı? Çox uzağa gəlmişik. Kameramı uğurlaya bilər, hə, meymun? Bu meymunlar özü hər şey uğurlaya bilir. Meymunlar haqqında bax, nə danışmaq olar? İndi yaxından görürəm, düzdür, gözəldir, nə deyim mən? Çox gözəl meymundur. Nə demiyorlar? Bir dəqiqə düz üzümə baxır, özü çox pis baxır. Hər an kameramı götürə bilər. Çox balaca bir meymun. Dünyanın ən balaca meymunu ola bilər. Əslində fikir versəniz, yəni meymunlar da pis yaşamır. İndi oturub özünə gül kimi qəşəng adada, meşənin içində yemək yeyir. Nə fikirləşməlidir ki, aylıq icarəni nə vaxt ödəməlidir və s. Heç bir problemi yoxdur, yəni bir meymunun. Bir meymunun nə problemi ola bilər, heç nə. Hər yerdə meymun var, yəni bütün ağacın üstündə və s. Yəni böyük bir meymun meşəsidir. İndi burada meymunların yaşı var. Məsələn, bu 2 yaşda olanı, cəmi 90 dənə var bundan. 2 yaşdan 6 yaşa qədər 502 dənə var. Həqiqi yaşayışları çox aşağı kortizol səviyyəsi. Heç nə ürəkləri, heç bir problemləri yoxdur. Yəni oynayırlar bütün günü. Qısa bir məsafə sonrası gəldik okean qırağına. Sizə deyim ki, atmosfer o qədər gözəldir burada. Çox ideal bir atmosfer var. İndi burada jet skilər var. Jet ski sürəcəyik. Bilmirəm, video necə çəkəcəm, nisbətən çətin ola bilər video çəkmək. Çünki kamera suya düşsə, böyük bir problemdir. No. No? No. No, I cannot use the camera. I will try. Okay, wait. Maybe you can take a camera first. Təxmini bir 40 dəqiqəyə yaxın bir sürəm. Çox maraqlı bir əyləncə növüdür, açıqdır. Çox maraqlıdır. Sadəcə telefonla biraz çətin olur nisbətən. Həqiqi çox əyləncəlidir, amma dediyim kimi, yəni telefonla çəkmək olmur. Bir-iki dənə kadr çəkdim, amma bunun əsası odur ki, yəni yavaş-yavaş telefonsuz sürəsən, çox maraqlıdır. Mənim üçün ilk dəfə idi açıq, yəni ilk dəfə anlar oldu. 2 dəfə təhlükəli anla qarşılaşdım. çox təhlükəli anlar oldu məncə. Yəni təhlükəli necə? Yəni böyük bir təhlükə deyil, sadəcə belə də, yəni. Sənin jet-skinin arxası ilə gələndə sənin buraxdığın dalğanın üstündən fərqli bir şey deyim. O baş salınmır. Estoniyada jet skimi var idi, biz sürmədik. Yox idi da, yəni Estoniyada yox idi. Barcelona'da var idi, hava soyuq idi onun, yəni. Hər cürə əyləncə var da, nə etmək istəyirsiniz, nə qədər yeni trend əyləncələr varsa, flying board və s. Yəni hər şey yoxlaya bilərsiniz də burada. Şimdi bura baxın nə qədər belə açıq ərazidir. Çox gözəl bir açıq ərazidir də, yəni. Burada skuter belə sürmək insana ləzzət eləyir. Belə yerləri görəndə insan belə hiss edir ki, yəni dünya həqiqi çox böyükdür. Yəni gəz-gəz qurtarmır da. Böyle İndoneziyanın bir adasıdır. Dünyada belə yüz minlərlə fərqli yer var. Bura baxırsınız ki, yəni çox əlaqəsiz bir yerdir bura. Amma həqiqi yəni buradakı insanlar belə görsənir ki, yəni üzlərindən çox xoşbəxt görsənirlər. Və atmosfer çox fərqlidir əsas olaraq. Yəni mənim görmədiyim bir atmosferdir də. Yəni, çox xoşbəxt insanlardır. Hamısının üzü gülür. Ümumiyyətlə heç kim əsəbi deyil. Mən burada əsəbləşən heç kimi görmədim. Yəni ümumiyyətlə heç bir mövzuya. Hamı deyib gülür və s. Yəni hər bir insanda fərqi yoxdur. Yəni kimi görürsüz deyir gülür. Yəni, hər yerdə kokonat içə bilirsiniz. Mən Estoniyada da çox içirdim, Barcelona'da da. Və orada fresh deyil idi. Yəni marketdən alırdım. Və sizə deyim ki,
dadı o qədər də yaxşı deyil idi. Burada içəndən sonra gördüm ki, yəni əslinin dadı çox daha yaxşı olur. Gəlirsiniz burada kokonat deyirsiniz. Qəşəng kəsir, verir. Gül kimi kokonatdır. Ümumiyyətlə idmandan çıxandan sonra 100% bir dənə belə kokonat içmək lazımdır. Yəni dadı da çox qəşəngdir. Bunun içinə biraz duz tökürsüz, çox qəşəng olur. Yəni dadı mükəmməldir, çox adamı sərinlədir. Deməli gəldik Icon Bali adlanan bir alış-veriş mərkəzinə. Buranın sizə deyərdim ki, ən maraqlı görsənən alış-veriş mərkəzlərindən biridir və hal-hazırda motosikleti burada saxlamışam. Burada yüzlərlə motosiklet var. Yəni burada yeri yadınızdan çıxardınız, tapmağınız çox çətin. Ona görə mən bir dənə bunun şəklini çəkim, yadımda qalsın. Bir dənə şəkil çəkmək lazımdır. İndi mən bildiyiniz kimi onlayn shoppingə daha çox üstünlük verirəm. Xoşum gəlmir belə fiziki olaraq bir yerdən gedib alış-veriş eləmək. Amma burada maraqlı mağazalar var. Baxacam görüm nə almaq olar. Bundan da başqa ağlıma çox maraqlı bir ideya gəldi birdən-birə. Hal-hazırda burada IRL canlı yayım eləyən bir qız var. IRL canlı yayımda gedirsiniz, çöldə gəzirsiniz, canlı yayım eləyirsiniz. Eyni mən bu videonu çəkdiyim tərzdə, amma canlı yayım. Fərqli yerlərə gedirsiniz canlı yayımda. Çox ağlıma birdən-bir ideya kimi gəldi. Bunu həftəlik eləyə bilərəm əslində. Bilmirəm siz nə fikirləşirsiniz, bunu mütləq kommentlərdə yazın. Burada Calvin Klein var. Bundan məndə var idi. Neçədir? Baha mı almışam, ucuz mu almışam? Qiyməti yoxdur heç. Sizə deyim ki, yəni mağazada olan əsasla geyimlər mənim heç vaxt görmədiyim, əsasən Avropada olmayan tərzdədir. Yəni ilk dəfədir görürəm Calvin Klein'də belə maraqlı məhsullar. 2 million. 200 manat edir. 200 manata məncə çox qəşəngdir. I have just two. Just two? Yeah, just two. Başqalarına da baxaq. İkisini də almaq olar əslində. Məncə çox maraqlıdır. Mən heç vaxt görməmişəm bu rəngdə. 3 million 400. Bu da 380 manata. 200 dollara. Bu da hardasa elə bil 120 dollar. I have just two. Only two, yeah. Bir də onun belə bir kepkası var. Açıq deyim, rəngi pis deyil, maraqlı bir şeydir. Nə fikirləşirsən bu haqda? Almaq olarmı? Yox, yaraşmadı. Yaraşmadı. Onu da alıram. We would like to get these three. Yes, these three. What? This one, and this one. You scanned all the three? Yeah. Okay. So the total ümumi olaraq 6 milyon 370 min 637 manat kimi fikirləşə bilərsiniz. Məncə normaldır, yəni. No, you can just keep it. Yeah, it's okay. Yeah, It's just okay? keep it. Əlavə olaraq 2%-də deyəsən vergi gəldi. Çox maraqlı bir restorana gəldik. Həqiqətən heç görmədiyim bir restorandır. Deməli burada yeməyinizi sifariş edirsiniz. Ondan fərqli olaraq da burada belə bir karusel var. Yeməklərinizi buradan götürə bilirsiniz. Belə bir karuseldir. İstəyirsiniz, götürürsünüz, nə ürəyiniz istəyir. Çox maraqlıdır. Hello. Hello. Different level something for ordering. If you want to take from the conveyor belt, you can take it by yourself. The price depends the color of the plate. Yeah, you can check over here. Menyuda hər cürə sushi var. Yəni istəmədiyiniz qədər çoxlu seçimləriniz var. Və buradan da götürə bilirsiniz. İndi belə bir sushi var, dadına baxaq. Görək nəymiş. Belə də pis deyil. İndi gəldik Armani Exchange mağazasına. Çox maraqlı bir hoodie tapmışam. Arxadan belə göstərimsə. Arxası belədir. Sizə deyim, çox da gözəldir. Mən bəyəndim. Bundan başqa görüm maraqlı nəsə tapa biləcəm. Sizə deyim ki, Balidə həqiqətən mağazalarda olan məhsullar çox fərqlidir. Yəni, qətiyyən belə Avropada görmədiyiniz məhsullardır, paltarlardır. Bunu da götürsəm 5 milyon rupinin üzərində alış-veriş edirəm deyə 20% endirimim olur. Yəni bu daha ucuz qiymətə gəlmiş olur. Ona görə götürəcəm. Yəni belə bir şeydir, məncə qəşəngdir. Can I take this as well? Medium size. Medium size, yes. Thank you.
Burada indi ayaqqabılara da baxdıq. Çox qəşəng ayaqqabılar var. Məsələn, bunun özü elə çox qəşəngdir. Bu daha qəşəngdir elə bil ayaqqabı olaraq. Yaxşı deyil. Sən seçdiyini göstər. Belə bir ayaqqabı. Açıq mən bunu daha çox bəyəndim, qara rəng. Sən bunu bəyənmədin? Yox. Bəyənmədinsə alıram onu. Belə bir ayaqqabıdır. Bilmirəm şəpiyim daha yaxşıdır, yoxsa bu ayaqqabım daha yaxşıdır. Qəşəngdir, amma məncə daha qəşənglərini tapmaq olar. Pis deyil. Sən nə fikirlərsən? Bilmirəm daha qəşəngini tapmaq olarmı, olmazmı? Belə pis də görsənmir, amma ayaqqabı seçimi biraz çətin olur almaq. Gül kimi şəpiyimi geyirəm də mənə nəyimə lazımdır bu ayaqqabı. Pis ayaqqabı deyil, amma bu gün almıram bunu. Almadığımla bağlı nə fikirlərsən? Məncə Geots'un yeşik arasında qalmış. Məncə yeşkanı alsan daha yaxşı olar məncə. Two items. Two items, yes. Okay. Two items total the price is 6 million rupiah. 6 million rupiah, okay. Do you want payment with card? With card, but do you also have the discount as well? Yes, discount 20%. 20%, alright. Nominal discount 1.2 million rupiah and total the price after discount 4.8 million rupiah. 4.8 million rupiah, okay. Where do you come from, sir? Azerbaijan. Azerbaijan. Oh, Yes. good. Do you know about Azerbaijan? Yes. Little, I know. What do you know? In Asia. Yes. Yes. It is in Asia. Yeah, we can say like that. It's like in the middle of Europe and Asia. Yeah. Okay. So you can tap in. I don't have contactless. Can I do like, Yeah. can I insert? Yes, sir. Welcome home, sir. The front door and elevator are now locked. I've poured you a hot bath and set the penthouse mode to private.